Sabit söz birləşmələri. 5-ci xüsusiyyəti. Dildə hazır şəkildə olur. Yəni biz onu nitq prosesində yaratmırıq. Hazır şəkildə söz kimi götürüb istifadə edirik. Sərbəst söz birləşmələri isə nitq prosesində yaranır. Məsələn, qələm mənimdirsə, nitq prosesində deyirəm mənim qələmim, sənindirsə deyirəm sənin qələmin. Amma qulaq asmaq ifadəsini hansı bir halda biz olduğu kimi götürürük və işlədirik. 6-cı xüsusiyyət. Sabit söz birləşmələri leksik kateqoriyalardır. Yəni o leksika səviyyəsində öyrənilir. Leksika bölməsinin predmetidir. Sabit söz birləşmələri isə, sərbəst söz birləşmələri isə sintaktik kateqoriyadır və sintaksis bölməsində öyrənilir. Sabit söz birləşmələri. 7-ci fərqi. Tərkibindəki sözləri dəyişmək olmur, dedik bu barədə. Çünki onlar məcazi mənadadırlar və dəyişəndə artıq o mənanı ifadə edə bilmirlər deyə məna vermir birləşmə. Sərbəst söz birləşmələrinin tərkibindəki sözlər isə dəyişmək olur, çünki onlar həqiqi mənadadır deyə və istənilən sözlə əvəz olunanda da öz həqiqi mənasını yenə də saxlaya bilir. Və 8-ci fərq. Sabit söz birləşmələri başqa dilə tərcümə olunmur. Çünki onun tərkibindəki sözlər məcazi mənadadır deyə onları başqa dilə tərcümə edəndə yəni o məna vermir. Hər bir dildə frazeoloji birləşmələr var. Ona görə tərcümə prosesində həmin dildə o birləşmənin qarşılığı tapılır və ondan əvəz olunur. Yəni bütövlükdə frazeoloji birləşmə şəklində tərcümə olunur da, tərkibindəki sözlər hər biri ayrı-ayrılıqda tərcümə olunmur. Çünki əgər belə bir tərcümə edilsə, o birləşmə tamam mənasız bir anlayışa çevriləcək. Sərbəst söz birləşmələrinin tərkibindəki sözlərin isə hər birini başqa dilə tərcümə eləmək olur. Çünki onların hər birinin özünün həqiqi mənasını saxlayıb deyə, başqa dildə də o mənaya tərcümə olunanda mənası itmir. Və frazeoloji birləşmələrin deməli 9-cu fərq xüsusiyyəti deməli sabit söz birləşmələrinin adı frazeoloji birləşmə adlanır. Sərbəst söz birləşmələrinin isə ikinci adı yoxdur. Sadəcə növlərinə görə fe'li və ismi birləşmələr qrupuna ayrılır və onların da özünün növləri meydana gəlir.